Allah'ın salamı olsun hər kəsin üzərinə, hidayətə tabi olanların üzərinə Allahımız buyurur ayədə ki, hidayətə tabi olanlara Allahın salamı olsun. Salam olsun hidayətə tabi olanlara. Bütün peyğəmbərlərə də salam olsun, onlara tabi olanlara da, Allaha ibadət edənlərə də. Məsələn, peyğəmbərlər hamısı 11-ci surənin 84-cü ayəsində peyğəmbərlər Allaha qulluq edin buyururlar ümmətlərdən. Sizin ondan başqa ilah yoxdur. İndi kilsədən sevincli müjdə niyə adını qoyuram bunu? Nə istəyirdim kilsəyə gedim. Telefon kəsim. Kilsəyə getmişdim. Kilsədə daha doğrusu getdikləri danışma, nə istəyirsən. Kilsədən sevincli müjdə adını qoymuşam. Orada çəkmək istəyirdim. Ay qoyardılar, sən tezləsin. Məli, bu mömincə idi deyən sonra 5-ci surənin 15-ci ayəsi yazmışam, vacibdir. 3-cü surənin 64-dən 70-ci ayələri. Tap oxu. Allahımız 5-ci surənin 15-ci ayəsində buyurur ki, vacibdir. Oxu. Ey kitab əhli. Kitab əhli kimdir? Kitab əhli bütün peyğəmbərlərə kitab verilib də. Təkcə yahudilər yox. Burada nə yazır? Tövrətdə və İncildə, Mürtəzildə yazılıb. Ey kitab əhli, sizə kitabda özün düşməsən doğru oxu. Sizə kitabda gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan peyğəmbərimiz gəldi. Muhammed peyğəmbər. Bir də oxu. Ey kitab əhli, sizə kitabda, Tövratda, İncildə gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan peyğəmbərimiz gəldi. Elə ki, digər o Tövratda, İncildə təhriflər var da, yəni dəyişdiriblər. Quran isə dəyişdirilməyib. Sonra artıq Allah tərəfindən sizə bir nur və açıq aydın bir kitab, Quran gəldi. Açıq, aydın bir kitab, Quran gəldi. Artıq Allah tərəfindən sizə, Yahudilər, Xristiyanlar, Allahımız buyurur. Allah'ı sevirsinizsə, Allah'ı sevin də, laf yaxşı. Allah deyir də bunu. Buyurur ki, artıq Allah tərəfindən sevdiyinin sözünə qulaq asmaq, sevmək. Yaxşı edirsiniz, sevirsiniz. Elə bunu da Allah deyir. Təhrif olunmuş kitabı oxumaq öz işinizdir, amma orada təhrifləri nəzərə almaq, məntiqə varmaq lazımdır. Yəni, amma Quranı oxumaq vacibdir. Quranı Allah tərəfindən sizə bir nur və açıq aydın bir kitab, yəni Allahımız göndərdi. Bizə də göndərdi. Deyərək biz oxu. Mələk. Şeydi o. Nə? Kafir seni deyəm mənə. Biz də oxu deyəm. Sən deyildin mən. Allahımız 3-cü surənin 64-dən 70-ə qədər ayələrində buyurur. İnşallah oxuyaq, zikr eləyək, Allahı sevirik. Bəli, niyə sevməyək ki? Allahı, yəni bizi yaradan niyə sevməyək ki? Bizi cənnət bəxş eləmək istəyən, kef eləməyimizi, cənnətdə kef eləməyimizi istəyən Allahı zikr eləyək. İnşallah 64-cü ayə söylə, ey kitab əhli, yəni yahudilər və xristiyanlar, indi ya sahabilər, o ayəni denən bir ayə var, amma nömrəsi yadımdan çıxıb. Allahımız buyurur ki,
yahudilərdən, sabilərdən, xristianlardan, Allaha və axirət gününə inanan, Allaha və axirət gününə inanan, iman gətirib, yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur. Sən niyə baçqın taxdın? Xoşum gəldi. Sonra ey kitab əhli, sizinlə bizim kitab, ey kitab əhli, bayaq dedin, hə? Muhammed Peyğəmbərdən qabaqçı bütün peyğəmbərlərə kitab göndərilib. Bunlar deyirlər ki, kitab əhlini müraciət olunur təkcə yahudilərə, əslində bütün peyğəmbərlərə kitab verilir. Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan, fərq olmayan bir kəlməyə tərəf gəlin. O kəlmə budur. Allahdan başqasına ibadət etməyək. Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq. Nə yada düşdü? O gün videoda xaça ibadət edirdi bir qız. Nəysə, Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq. Və Allahı qoyub bir-birimizi özünüzə Rəbb qəbul etməyək. Dalını da yoxlama, sonra. Oxu. 10-cu surənin 68-ci ayəsi. Müşriklər, yəni peyğəmbərlərin düşmənləri olub da onlar. Heç bir peyğəmbəri bir-birindən ayırmaq lazım deyil. Bütün peyğəmbərləri də eyni sevmək lazımdır. Bu da Quran ayəsidir. Allahımız buyurur ki, Allah çocuq edindi. Allahın görüşağı var da, belə deyirlər müşriklər. Özünə övlad götürdü, deyirlər Allah. Allah pak və müqəddəsdir deyə Allahımız çatdırır. O övlada, uşağa möhtac deyildir. Göylərdə və yerdə nə varsa hamısı onundur. Allahındır. Bu haqda Allahın özünə övlad götürməsi barədə sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şey mi deyirsiniz? Quran oxu. Bunu da oxu qısadır. Yox, bir ikisini də oxuyasın. Mən deyiləm senin. Oxu. 112-ci surənin İxlas surəsinin 2-ci və 3-cü ayələri. Allah heç kəsə və heç nəyə möhtac deyildir. O nə doğmuş, nə də doğulmuşdur. Quran 53-cü surənin 21-ci ayəsi. Məgər oğlanlar sizin bəyənmədiyiniz qızlar isə onundurmu? Burada nədir? Burada mələkləri Allahın qızları kimi deyənlər var. Allah nə buyurur? Məcər oğlanlar sizin, qızlar isə onundurmu, Allahındırmı? Əslində nədir? Onu da demək olar. Allahımız Quranda buyurur ki, bir ayədə mələklərin erkək və dişi olması barədə sizə heç bir əsassız yoxdur, elə danışmayın, günahdır. Yəni, hətta mələkləri qız kimi ifadə edirlər də, təsvir edirlər. Bilmədiyiniz şey deməkdə Allahımız buyurur ki, bilmədiyiniz bir şey deyəndə, yəni günahdır. Sonra dediyimiz sözlərdən, əməllərdən sorğuya çəkiləcəyik. Sonra ürəyimizdə olanları üzrə çıxarsaq da, çıxartmasaq da, batıl söz danışanlarda əzablı, şiddətli bir əzab gözləyir.